çaşıb deseydim ki. Düz tut da. Rıfat getdi ha ya. Bunu yok döşeyi. Yansın ona koy yansın bir an. Ben ne hara gider sonra dağlar. Ama kişi bana konfet alıp getirsen. Biraz konfet yapalım. Sana bıraktım. Ben bıraktım. Ben değilim ona. Düz aşağı düz koydu. Ve sen tuvalete vurursan bana. Hayır sonra. Tuvalete vurursan ben bir yanlış yapar mı? Olmasa yanlışsa. O köhnələri sıradan çıxardım. O köhnələri sıradan çıxardım. Ama bak, o köhnələri sıradan çıxardım. Valla yeməli böyle. Köhnə konfetləri. O burada. Ben de. Konfetleri mi de konfetleri alıyor? Bu çay için. Aslında çay için. Bunu gönderin gözünü almış. Şey bundan sonra kim anti-konfetleri özüyle getirsin. Kimse deyip yana Söhbət yaranmaz. Düz deyil ha. Her şey özüne getirməkdir. Konfetdən çay gəlmir. Çay gəlmir. Bir dənə özü üçün gətirsin, bir dənə qonşusu. Yox, qonşu üçün, özünüz getirmişsə yaxşı olardı. Orada qoyun mən. Qəm lazım. Birinci qonşudur. Səs gəlmir. İkiniz qonşucaqlar bir də. Bir dənə qəm yoxdur ki. Bismillahirrahmanirrahim. Namazda bir bəhs eləmişik neçə dəfələrlə ki, şəkillər 3 yerə bölünür. Birinci, etina edilməsi lazım olmayan şəkillər. Yəni, o şəkillər ki, həmin şəkil lazımdır etina eləmək. Fikrə gəldi, keçik et, namazı davam elə. İkincisi, namazı batil eləyən şəkillər. Və üçüncüsü, o şəkillərdir ki, insan onun üçün tədbirləri var. Yəni, şəriət onu tədbirlər qərarı verib. Bu bəhs eləmiş ümumiyyətlə 23, bəzilərinə görə 24 dənədir şəkillər namazda, fərq edir risalələrdə. 4 ilə 5 arasında ümumiyyətlə hər bir rəkətlərdəki şəklər 2 halı var. Bir, qiyam halında insan elədiyi şəklər. Bir, səcdədə, ikinci səcdədə olan şəklər. Yəni, bu şəklər fərq edir. 4 ilə 5 arasında olan şək 2 hissədən ibarətdir. 4-cü rəkətlə 5-ci rəkətin arasında şək eləyən insan harada eləyib bu şəkki? Qiyamda eləyib, yoxsa səcdədə yadına düşüb? Bu şək harada yadına düşüb? Əgər ikinci səcdədə və ondan sonra insanın yadına düşüb, fikrinə gələ, şək eləyək ki, bu görəsən 4-dür, yoxsa 5-dir rəkət. Təşəhhüdü deyir, salamları verir və 2 cüt səcdə-i səhv eləyir. Səcdə-i səhv, 4 ilə 5-in arasında ikinci səcdədən sonra insan şək eləsə, 2 cüt səcdə-i səhv eləyir və salam. Amma qiyamda şək eləsə, ayaq üstə durub, Subhanallah və elhamdülillah və la, birdən fikrinə qaldı ki, bu 4-dür yoxsa 5-dir. Qiyamda şək eləsə, oturur aşağı, təşəhhüdü deyir, salamları deyir, ondan sonra ya ayaq üstə 1 rəkət, ya da oturan yerdə 2 rəkət ehtiyat namazı qılır. Rəssalam, 2 halı var bunun. Yəni, mən bir baxdım Risaliyə ki... 2 cüt, yəni... Səcdə isə. Səcdə isə. 2 cüt, yəni 4 dəfə. 2 dənə səcdə isə, hə. Bir səcdə isə 2 dəfə gedir səndə. Oturun edir namazsız. Yox, bir daha canım, çaşdırmıyor. Biri var ki, ayaq üstə namaz kimi qılacaqsan, 1 rükət. Biri var səcdə səhvdə, heç edinmir sənə. Bismillah və billah, Allahümmə sallallahu Muhammed və Muhammed, get. 2 dəfə elədin onu. Hazırda 2 cüt. 2 cüt, yəni ardacıllıqlardır, 4 dəfə olur. Hə, 2 cüt. Birini deyirsən, salamı verirsən, bir dənə tezən verirsən, bir dənə salamı verirsən. 2 cüt səcdə isə. Şey qutardı getirir. Yəni... Anıldı. Bu qutardı, kimin başqa sualı var?
Həmdi düzür. Otur prodajını gedir. Yo, məni biraz da dəqiqləşdirmək üçün ki, üçün risalələrdə fərq eləyir sözü. Ona görə mən açdım risalədə baxdım ki, o hökmə düzgün şəklər 9 halda əgər 4 rükətli namazlarda 9 halda düzgün şəkdir. Onun 4-cüsündə yazıb ki, Ağastanın göstərir. Hamısında elə eləncə İkinci səcdiyə başladıqdan sonra, ya ki ikincisini başladıqdan sonra 4 ilə 5 arasında şək getsə, 4 rəkətli əsas götürüb namazı tamamlamalı. Namazdan sonra isə 2 də səcdə-i səhv yerinə yetirməlidir. Amma 2 səcdə-i səhv. Hada 2 səcdə-i səhvdir, yəni. Amma 6-cı budur ki, ayaq üstə 4 ilə 5 rükət arasında şək getsə, oturub təşəhhüdü deməli və namazın salamını verməlidir. Sonra 1 rükət ayaq üstə, yaxud ki, 2 rükət oturan halda ehtiyat namazı qılmalıdır. 2 cüt halı, 2 halı var yəni. Sonra səcdə isə bir dəfə olur da. Hə, 2 səcdə. 2 dənə səcdə olur da, bir dənə şək. Cüt deyəndə bir çaşır adamlar. Bir cüt. Bir cüt. Yəni ya 2 rəkət yoxdur, yəni 2 rəkət ayaq üstə mümkün deyil. Adı bir dənə maşından nömrəsini bax. Alo. Nə? 1185-ci məsələdir. 1185. Sağ ol. Başqa olar bir dənə sual verir. Bu dənə orada olmuş bir sual. Hələ əl çək də. Cibinə girmə. Ehtiyat namazı ayaq üstə durursan, qəlbindən niyyəti keçirirsən, Allahu Əkbər, təkcə Fatihə surəsi hamısı yavaşdan, Bismillah da yavaşdandır orada. Tək Fatihə surəsi, getdin rükiya, 3 dəfə Subhanallah, səcdələr 3 dəfə Subhanallah, təşəhhüd və salamın axırıncısı. Bu ehtiyat namazı belədir. Amma oturan yerdə rükü özündən düzələcəksən ha. Səcdə ilə oturduğun yerdə rükü düzələcəksən özün üçün. Yox, ixlas yox. Ancaq Fatihə, o da Bismillahı da yavaşdan deyilir. Xəstəsən dura bilirsən, bir də var ilə dura bilirsən. O sən ixtiyarındadır da. O ixtiyarındadır da. Onun dəxli yox. İstəyərsən, yox. Sən səninlə məşğul ol, qulağını. Yəni, savabların bərabərliyidir. Yəni, ayaq üstə qılınan bir rəkətin savabı 2 rəkət oturan yerdə qılınan savabla eynidir. Yəni, bunları, məsələn, İmam Rıza Aleyhisselamdan hədis var ki, soruşurlar ki, ya imam, bəs Peyğəmbərə salavat göndərməyin, Allahümmə səlli alə Muhammedin və Ali Muhammed salavat zikrini deməyin savabı nə qədərdir? İmam buyurur ki, bu salavatın savabı Subhanallahi və elhamdülillahi və la ilahə illallahu və allahu əkbərin savabı ilə bərabərdir. Yəni, müqayisələr var, Quranda da var, hədislərin özündə də şeylərin özünü demək əvəzinə müqayisələr çox gəlib. Bu barədə müqayisələri var. Şəklə ehtiyat birdir, ikisi də eyni şeydir. Necə önce? Şəklə ehtiyat ayrı-ayrı. Şək ayrı şeydir, ehtiyat namazı. Sözün mənasına bax. Şək zəndir. 3-dən 4 arasında şək olan. Ehtiyat, apasay. 3-dən 4-də 4-də qoyacaqsan da, bir rəkət ehtiyat namazı. Onda bir mövzəni saxlayaq da. Mövzəni saxlayaq, sual cavab eləyək, kimə günü mövzə eləyək. Verin nə sual eləyək. Çaşıb deməyin eybi yoxdur. O hər bir kəlmə ki, namazda var və yaxud namazda ola bilər, həmin kəlmə səhvən olsa, yadından çıxsa, namaza heç bir ziyanı yoxdur, heç nə gətirmir, səcdə-i səhv zat da gətirmir. O rəkətlərdə, məsələn, 4 ilə 5-in arasında, ayaq üstə, qiyamda şək elədi ki, 4-dəyəm ya 5-də. Düzdür? Şək elədin, qayıdırsan geri, oturursan.
oturursan, arxa 4-ə qayıtdın da elə bir rəkətə. Namazı tamamlayırsan, ondan sonra durursan ayağa. Bir rəkət ehtiyat namazı qılırsan. 3-dən 4-də. Və yaxud da 3-dən 4-də deyilədir, yaxud 3-dən 4-də. Və yaxud da 2 ilə 4-ün arasında şək elədir. Təşəhhüdü deyirsən, birdən deyirsən, bu təşəhhüd hansı təşəhhüd? Görün, 2-nin təşəhhüdü yoxsa 4-ün. 4 kimi tamamlayırsan, sonra 2 rəkət ehtiyat namazı qılırsan. 5 rəkət ki, bizdə onsuz da yox. Adı yoxdur ya. Ağlıma gəlir. Fərziyədir də, insan Elə bilirsən ki, artıq eləmirsən də, güya. Elə bilirsən də, zənn edirsən də. qarşıya O bilirsən, sənin diqqətin, diqqətsizlik olmağına görə bir növ nakazan olur. Yox, başa gələn şeylər də məsələyə düşür. Altı söhbətdə var orada. ehtimallar hamısı qeyd olunur da, ehtimallar. 8 rəkətdə yanmaz. Hacı, yaxşı, bunlar da aç, bir daha sakin. Hacı, bayaq, Hacı İlham, ağarı. Bir də bir yazın şunu uzaltın burada da, heybət. Ha. Orada bayaq o, deyəsən, şeydir, Zəlzələ surəsidir də, Zuha Zəlzələdir. Yox. Zuha surası, və Şəms surası. Və Şəms və Zuha, Bəl-Qəmərə və Ozdur. Orada bu şərh elədi ki, Allah Teala Məkkənin elə bir ortasından bir dənə şey çıxardır. Onlar istirahatdır. Mən oxudum bayaq onu. Bəlkə o zilzal deyil, zəlzələ surəsidir səncə? Ya elə deyin, gəl deyəcək. Sözü deyin, deyəcək. Yəni, oradan deyir, hamısını deyir, Məkkənin ortasından o başları bu dünyanı şey eləməyə, yəni bütün bu bəşəri yaratmağa, məsəl üçün göyü, oranı, buranı, hamısını və bir kündə şəklində, kündə şəklində. Yox, hələ bu improvizasyondur. Və ondan sonra deyir, hər şey başladı. Yəni, bütün dünyanın, bütün o, hər bir şey ki, nəsə Allah yaradır. Hamısı o Məkkədən deyir, yəni, belə sekiyə bir quyu qazıdır, onun içindən çıxartdı və dünyanın bu ilə bəzədi. O istinad edirdi o suraya. Deyirəm ki, birinci, astagfurullah, mən də özümdən çıxarmıram. Nəsə İmam Cəfər Sadır Aleyhisselam deyir ki, bir neçə dənə Adəm gəlib gedir. Onlarda indi elmdə sübut edir ki, bu dinozavrlar, zatlar, nə bilim, milyon illər var. İndi bizdə eşitdiyimizə görə Adəm Peyğəmbərlə bizim aramızda 10 minin fərq yoxdur. Yəni bu bizdən qabaqçılar, bu torpaq yer kürəsi olub da hər halda. 40 minin yaxşı. 10 min gəlib çıxır. 10 min gəlib çıxır. 10 min gəlib çıxır. 3 mindən yoxdur yuxarı yaxşılar. Şündə günü. Əvvəla o tarixi müstəvlədir ya. Dünənki sırağa günkü idi. Dünənki gün deyildi, sırağa günkü idi. Ya bugün de var, bugün de getdi. Yox, Dəhvul Ərz günü, Dəhvul Ərz. Bazar günü idi. 25-i Zilqədə. Dəhvul Ərz günü deyirlər ona. Və Əli Aleyhisselamdan hədis var ki, həmin günü oruç tutmaq, bir ömür oruç tutmağın savabına bərabərdir. Dəhvul Ərz günündə. Və İmam Rıza Aleyhisselamdan da Sıran gün. Sırağa günü, bazar günü. Deyirdim sənə, 5-ci gün deyirdim sənə. 25-i. Bir şeylər deyirdim. Yox, 5-ci gələn. Yox, fikrimdən çıxdı gələn. Yox, bəs başımız qarışdı. Yox, demək lazımdır. Bu mən fikrimdən... Ayşir, gör nə dedi? Bir ömür, 4 dənə elə bir... Deməli, Dəhvul Ərz nədir? O, Dəhvul Ərz günü nədir? Dəhv ərəb dilində 2 mənası var. Biri, yaymaq, genişləndirmək mənasınadır. İkinci mənası da bir şeyi itəliyib, ağır gedən bir şeyi itəliyə-itəliyə başqa bir yerə aparmağa dəhv deyirlər. Dəhvul Ərz, yer üzünün insanın yaşayışına hazır olmasına demək deyilir. Yəni, yer üzü insan yaşayışı üçün hazır oldu. Bunun da 2 halı var. Bir, Adəmlə əlaqədar olan halı. Bir, ümumiyyətlə varlıq dünyası ilə olan halı var.
ümumiyyətlə varlıq dünyası ilə olan halı ilk dəfə ki Allah Taala yer üzündə varlıq ki, bəşər və yaxud bəşəri oxşayan bir varlıq ki, xəlq eləyib, onların yaşamağı üçün, yəni yaşamağı şərait üçün həmin şərait olur və həmin şəraitin ardıcanda, həmin gələ birinci şərait ola ki, o insan orada yaşaya, ya məxluqlar orada yaşayır. Hədislərdə var ki, İmam Məhəmməd Baqir əleyhissalamdan hədis var ki, bu Adəm nəsli ki var, yəni bizim Adəm nəsli, yer üzünə gəlmiş 8-ci və axırıncı Adəm nəslidir. Bizim nəsil. Yəni, burada bu bir məna bundan ibarətdir ki, o bir ümumiyyətlə varlıq aləminin, yəni birinci kim olubsa, birinci Adəm, milyon il bundan qabaq, ya 2 milyon il bundan qabaq, kim olubsa, onun şəraiti, onun zamanı yaşamaq üçün yer üzü həmin şəraitə gəlib. Bu birinci mənadır. İkinci məna budur ki, o fərz eləsək ki, Adəmin yaşından, yəni bizim babamız Adəmin vaxtına sırf işarədir, yəni ondan qabaq elə başqa varlıqlar olub, insan olmayıb, əgər belə bir güman edilsə, yəni varlıq bizim babamız Adəmlə başlayır, onda bu məna, birinci məna gəlir, çıxır bu ikinci mənanın içinə. Yəni Adəm ki, Allah dərgahından, cənnətdən qovuldu, 25 zilqədə idi həmin vaxtı. 25 zilqədə həmin vaxtı yer üzü insanın yaşayışı üçün hazır bir vəziyyətə gəldi. Və o da bu vəziyyətə gəlmək də heç də ani surətdə olmayıb. Yerin bu insanın yaşayış üçün bu şəraiti olan, hazır şəraitə gəlməsi üçün milyon illər bəlkə də vaxt davam eləyib. Yəni, belə deyil ki, bir yer elə daş idi, bircə idi, birdən-birə ağaclar, oyundur ağaclar, bəziləri balaca ağac, meyvələr, məzləri dəyib, bəziləri hələ vaxtı var. Belə olmayıb. Bu zaman, bu proses keçməlidir. Bu keçib. Sadəcə Adəmi Allah Taala ki, hər şeyi əzəldən biləndir da, özünün şeydir. Bilirdi ki, filan, məsələn, milyon ildən sonra Adəmi yaradacaq bu, Adəmi yaradına bu qəziyyə baş verəcək. Belə bir şey olacaq, həmin günü bu hesab, Allahın hesabına görə həmin zilqədənin 25-ində artıq yerdə yaşamaq olar. İnsan yerdə yaşaya bilər. Elə bir adam, məşhur mühəndisdir, deyir, qardaşım, mən göçmək istəyirəm, oğlumu evləndirirəm. Nə vaxtda deyir ki, məsələn, 2 il sonra, məsələn, iyunun 15-də sən oğlu evləndir, gətir bu evə. Yəni, bu artıq mühəndisi bu dəqiq bilir də bunların hamısını. Yəni, bizim Adəmlə aid olsa ki, ondan qabaq desək ki, xilqət yoxdur, çünki bəziləri deyir, yoxdur. Məsələn, birinci Adəm, bu da obrisilər insana bənzəyən varlıqlar olublar, insan olmayıblar, danışa bilməyiblər, beləncə şeylər, bəhslər var. Yəni, uzun bəhslərdir, yəni bu bəhslər də. Fərz eləsək ki, o birinci yoxdur, adam deyil o, başqa adama oxşayan varlıqlardır. Adəm o vaxtı yer üzünə düşdü ki, yer üzü artıq insan yaşaya bilər, hər şey hazırdır. Hər şey hazırdır. İndi Novruzda düşdü, hansı vaxtda düşdü, ondan işimiz yoxdur. Bu ikinci məna. Üçüncü məna dəhvül ərzdə budur ki, Adəmdən qabaqki nəsillər özlərinə uyğun, yaşayış tərzi onlara uyğun, onların öyrəşdiyi varlıqlar var idi ki, bu heç də onlar üçün bu adi idi. Yəni, dinozavrlar deyirlər, nə bilim nələr deyirlər. Yəni, onların da yaş boyları o həddə idi ki, yəni, indiki vəzi kinolaca elə balacadır, elə balaca olmayıblar. Onlar çox böyük olublar, nəhəng olublar. Yəni, dinozavr olanda bu da o dinozavra bərabər bir varlıqlar olublar bunlar. Amma Adəm ki, o 7 qabaqki nəslin ən cılızı sayılır, Adəmin nəsli ən yorma cəhətindən, ən kiçiyi sayılır. Bu cəhətdən həmin yer Adəmin yaşayışına, insanın yaşayışına maniyə olan bütün maniyələrdən təmizləndi və insana hazırdır. Elə ki, bir meşədir, böyük həsarı alıblar, orada cürbəcür vəhşilər yaşayırdı ki, ged orada ev tik. Orada neçə ev tikim qalım orada, o boyda vəhşilər, zatlar. Gəlirlər, yenilər, təmizləyirlər və yaxud müharibə zonalarında bir rayondur, kənddir, alındı, birinci minalar təmizlənməlidir, zərərlər təmizlənməlidir. Bu lərzdən məqsəd zərərlərin təmizlənməlidir, zərər yoxdur da, minalar təmizlənib, ged yaşa.
300 qradus moroz olsaydı burada adam gəlmir. Hə, yəni ki, dəhvul ərzdən bir neçə dənə mənası. Əsas məsələ budur ki, dəhvul ərz günü həmin gündür ki, insan, yəni Adəm əleyhissalam həmin gündən yaşayışa başlayır. Bax, Zilqədə ayı ərəb təqvimi ilə 11-ci aydır. Ərəb təqvimində 11-ci aydır. 25 təsəvvür 11-ci ayın 25-dən insan birinci gündür yaşadığı. Nətər olur? Təsəvvür, ilk insanın ilk günü 11-ci ayın 25-idir. Zilqədə 11-ci ayda ərəb ayının 25-i birinci gündür. Bu tarix əvvəldən var, bu yazış bir anın içində olan şey deyil. Ona görə hədislərdə də, hansı hədisə baxsaq, görür ki, hədislərdə gəlib ki, haram aylar 4'dür. 4'dür. Birincisi Zilqədə, ikincisi Zilhəccə, üçüncüsü Məhərrəm, dördüncüsü Rəcəb. Ya başqa hədislərdə gəlib ki, haram ayların birincisi Zilqədə, axırıncısı Rəcəb və cürbəcə. Yəni, hamısında birinci Zilqədə, halbuki 11-ci aydır. Müsəlman təvhidində 11-ci aydır. Yəni, əvvəldən yaşayış vardır. Bu, bir anın içində filfilo kimi bu həyat beləncin olmayıb. Heç ola da bilməz. Orada bir belə ayə var ki, Allah Teala buyurdu ki, istər-istəməz vücuda gəlin. Hə, o istər-istəməz vücuda gəlin, o milyon illik prosesdir. Və bu prosesdə... Onlar o vücuda gəlmək edir ki, biz istər-istəmə vücuda gəldik, əmrə tabi olduq. Belə bir ayə var. Təbiidir. Elə bir ki, bağbandır. Torpağı, yaxşı bir torpaq gətirdi, ora əncir əkmək istəyir. Əncirin toxumunu ora qoydu. Dedi ki, qoydum, suyu da tökdü. Bismillahirrahmanirrahim. Yetiş bu ev sahibi üçün dadlı əncirlər yesin. Nə vaxt yiyəcək? 4-5 il sonra ən azı. O bu proses anilik deyil, yox, o prosesi... Sonra Hacı, bəs bu 6 gün ki anlam var ha? Məlumdur, o heç Allah Teala üçün... Bu 6 gün Allah Teala özü buyurur ki, mən 6 gün... O 6 mərhələdir, zaman mərhələsi. 6 gün də bizim təsvir etdiyimiz gün... Yox, 6 gün, 6 proses ola bilər, hərəsi 1 milyon, 2 milyon il çəkə o proseslərin. Və bu proses də Allaha aid deyil. O varlığın... O ev tikimi kimi bir şeydir. Burada mələklərdir, filan şeylərin... Kun fayakun özü prosesdir. O ondan ötürüdür ki, çünki əgər ani olsaydı, bu tərkiblər o varlıqda olmazdı. Axı, bu o tərkiblərə düşmək üçün... Yazılandan sonra bu hamısı başlayıb, Allah bilədə. Lövh-i mahfuz əzəldən, lap əvvəldən Lövh-i mahfuzun əsasında qurulub. Təbiidir, Allah Teala birinci istəyini birinci lövh-i mahfuzda yerləşdir ki, mən bunu eləmək istəyirəm. Və ondan sonra bu varlıqları başlayır yaratmağa. Yox, bayaqdan. Prosta mən bilsən, yəni mənə bu maraqlı idi ki, bu Hazır bayaq İlham etdi ki, Məkkədən deyir Əli Bilgən ki, oradan götürdü Əli Bilgən bir türkün məsələ bir şey, deyir ki, davay, başlayın. Yox, elə dedi, amma can verdi, o bizim üçün böyük bir prosesdir. O başlanğıçdır, amma bu başlanğıc proseslər çəkib. Yəni, yer üzü başlayıb, insan yaşadığı şəraitə, indiki gözəl bir şəraitə, başlayıb Məkkədən. İlk dəfə, abalıya bir ki, şey tikirlərdə böyük kompleksdir, bir yerindən başlamalıdırlar da. Onun orta nöqtəsi olmalıdır ki, bərabər şəkildə tikinti geçsin, hesablamalar, bütün həndəsi, şeylər hamısı bərabər geçsin. Yer üzünün başlaması, proses başlayıb Məkkədən. Məkkə ətrafı başlayıb, dağlar əmələ gəlib, ondan sonra o yanlarda başlayıb, və silsilə ilə indir, milyon il, 500 min il, milyon yarım il. Bu proses keçib bütün dünyanı. Eləcə də hədislərdə var ki, qiyamət günündə məhşər olacaq Məkkə və Qüds ərazisindən. Yəni, yer oradan düzəlik şəklinə gələcək və bütün başqa yerlərlə bitişəcək. Yəni, hər yer yerindən qabaracaq, ələcək düz olmaq üçün, ora yerində, o hissə yerində qalacaq. Yəni, bu sualı verdilər ki, bayaq, bir nəfə arxadandır ki, və sonunda Qüds nə rol oynayıb?
Qüdslə Məkkə, ikisinin də hədisi gəlir ki, Qüdslə Məkkə yerində qalacaq. Ondan sonra hətta İmam Həsən əl-Müştəbə aleyhissalamda var ki, yəni məhşər günü Qüdsün daşlığı üzərində dayanacaqsınız. Çınqıllıq deyir ora belə şey, daşlıqlı Oranın daşlar. Qüdsün Süleyman Peyğəmbər istəyir. Meçdi. O indiki məşhur məscidi, hə, o. Amma əvvəldən... Yer özü, görünən güzel, Peyğəmbər də oradan Məsələn, baxdı. Məkkə bu iş istəyir də, Rüstüm. Təbiidir, Məkkə. Çünki Adəm Peyğəmbər o vaxtı birinci. Əlbəttə, Məkkəni indiki Məkkə ki var, Məkkə insan yaradanmamışdan əvvəl, Məkkə ibadət ocağı olub mələklərin. Qibləgah olub, orada bir işarə olub, qibləgah. Bütün mələklər o qibləgaha səcdə eləyiblər. Ora deyirlər, Beyt-i Məmur deyiblər adına. Beyt-i Məmur. İnsan yaradılanda, Allah'ın yaradılandan sonra Allah Teala onu oradan, Məkkədən götürdü, göyün 4-cü qatına. İndi həmin Beyt-i Məmur düz Kəbənin düz üstündə 4-cü qatdadır. Həmin səviyyədə 4-cü qatdadır Məkkədə. O lətif varlıqlar elə ora gənədir. Hə, yenə həmin şeydir yəni. Yenə həmin yerdə, həmin şey Sonra deyirlər. deyirlər, 3 dənə müqəddəs torpaq var. Biri Məkkədir, biri məqam-ı İbrahimdir, biri məqam İsmaildir. O ki, o balkonçun var ha, burada. Bir də ki, deyirlər Qüdsdədir. Üçüncü Həcərul Qüdsdə daş. daş. Hə. Bu biri məqam İbrahimdir, biri məqam... Müqəddəs yox, Əleyhisselamdan da o hədis ki, 3 daş, 3 daş. Yerin maddəsindən deyil. Yer üzündə o maddə yoxdur, 3 daş. Hicr İsmail, məqam İbrahim, bir də ki, Həcərun fi Qüdsdə daş. Mənə girdim Hacı İsmail'də başqa. İbrahim'də hamımız giririk də. Amma oradan bir dəfə açdılar. Mən ikinci dəfə gedəndə Hacı. Hələ balkon kimi yoxdur. Girdim ora. Girdim mənə kakraz ora. Allah qismət edir. O içinə girmişəm. İndi İsrailə Yox, Qüdslə əlaqədə bəhs çoxdur. Yəni Qüdslə əlaqədə inşallah qismət olur bir dəfə Qüdsdən bəhs eləyərik. Burada şey yoxdur. Qüdslə əlaqədə bəhslər çoxdur. Yəni Qüds o qədər əhəmiyyətlidir ki, Peyğəmbər görsə Allah Teala Məscidül Həramdan qaldırmadı meyraca. Qüdsdən meyraca. Qüdsdən meyraca. Qüdsdən meyraca. Yəni Qüdsün özünün hədislərimizdə bizim əhəmiyyəti var. Qüdsün əhəmiyyəti barədə bəhslər var. Ki, Qüds nə deyim? Yəni, Zilqədə ayının 25-i Dəhvülərz günü. Dəhvülərz budur ki, yerin insanın yaşayışı üçün hazır vəziyyətə gətirilməsi. Bu da iki cürdür. Adəmdən qabaq əgər nəsillər olubsa, Adəmin vaxtında maniyələr götürülüb insanın yaşayışı ilə əlaqədar. Yəni, Adəm əvvəlki nəsillər yaşaya bilərdilər, bu yaşaya bilməz artıq. Bu artıq yaşaya bilməz. Bu əvvəlkilər amma yaşayıblar. Amma elə indinin özünü, məsələn, kəndlər var ki, orada yaşayan adam indi məni geçsin orada, mən o şəraiti şey eləyənmərəm ki, mən deyərəm, o qədər şeylər, bunlar ayı ilə ayı şey eləyiblər, ayı ilə qapışıblar, canavarla qapışırlar, nə bilən üçün adamlar olub. Ayı basan zad var, ayı bas. Yəni, belənçin adam, mən elə eləyənmərəm axı. Deməli, mənim orada yaşamağım üçün gərək olan maniyələr götürürlər. Əgər Dəhvülərz budur ki, əgər Adəmdən qabaq yaşayış olubsa, Dəhvülərzdən məqsəd... Təbiidir, imamlardan rəvayət var, hədisi öz səhih hədislərdir, bu bir yana. İkincisi də, bu hədislərdən əlavə, bu elmdə təsdiq eləyir. İndi insan sümükləri çıxır ki, 3 milyon il Cənubi Afrikadan insan tapalıb skeleti, 3 milyon il yaşı var insan. Hamısı Adəmin tutanma zamanı 10-12 min arasında Şəkdəddə bəhslər var. Yəni, bu olub bunlar. Bu hədis bizim hədislərimizin əhəmiyyəti nədən ibarətdir? Bu hədislər nə var ki, Əhl-i Beyt məktəbi, Əhl-i Beyt hər bir şeyin kökünü qoyub, hər bir şeyində ola bilər ki, vaxtı ilə başa düşməyiblər insanlar olar. Bəlkə elə olub ki, insanlar başa düşməyiblər. Amma imam nədir? Və söhbət ondan gedir ki, Əbu Səid Bəlxi danışır ki, İmam Musa Kazım Əleyhisselamın yanındaydı, onu gözləyirdik. Bu zalda elə belə holda oturmuşduq. İmam da otaqdaydı, ibadətlə məşğul idi. Bir neçə nəfər adam oturub söhbət edir. Birdən 2 nəfər içəri daxil oldu. 2 nəfər daxil oldu. Bunlar başladılar bir-birindən danışır. Gördü ya, bunlar elə danışırlar ki, elə bir ki, sərçə cəhcəh vurur. Danışıq şeyi bilir. Bu nədən? Hamı bir-birinə baxdı ki, bu nədən? Heç yəni ömründə eşitmədiyimiz
tələffüz ləhcə idi. Məhtəl qaldıq. Biraz oturmuşduq, indi hamı sakit qaldıq ki, bunların indi danışığına qulaq asırıq biz. Bunlar teləcənə danışır, ya da maraqlıdır. Sükut bürüyüb buranı. Bu vaxtda imam çıxdı qaltaqdan. Çıxan kimi hamımız durduq ayağa, hamımızla görüşdü, bizlə birinci görüşdü. Sonra dedi ki, bir dənə siz ələlik oturun. Biz oturduq yerimizdə. Bunlar qucaqladılar, bunlarla görüşdü. Bunlar başladılar həmin tərzdə imama sözlər deməyə. Ki, elə bil ki, çərçədir, elə bil ağacın üstündə cəhcəh vurur. Sonra İmam Əleyhisselam da onlarla başladı o cür cavab verməyə onlara. Bizim hamımız ağzı açılı qaldıq. Ya, bu nə qəziyyədir, bu nə hadisədir. Mat qaldıq. Bundan sonra bunlar qucaqlaşdılar imamla, görüşdülər, getdilər. İmam baxdı ki, biz hamımız şokdayıq, hamımız müəttəl qalmışıq. İmam buyurdu ki, bunlar Çindən gəliblər, Çinlidirlər. Çin əhalisinin, Çin xalqının bir neçə dənə dili var. O cümlədən bunlar danışdığı dildir. Buna təəccüblənməyin. Bu görə hələ özümüzə gəlməmişik. Sizin üçün daha təəccüblü bu olar ki, imama vacibdir ki, göydə uçan quşların, dənizlərdəki balıqların, yerin altındakı həşəratların belə dilini bilsin. Çünki bir imam ki, hansısa bir varlığın dilini bilməzsə, o necə imam ola bilər? Dörd məsumun sözə baxın. Salavat zikr eləyir. Allahümmə səlli alə Muhammed və ali Muhammed. Yəni, imam budur. Bunu dərk eləmək lazımdır ki, imamın əhəmiyyəti var. Və bu qədər varlıqlar şikayətlərini kimə deməlidirlər? Bu qədər varlıqlar ürək sözlərini, nə edir? Bu hədisdə var, deyir ki, Həzrəti Musa əleyhissalam yer belləyəndə gördü ağacın, daşın altından bir dənə qurd çıxdı. Böyürdən qurd çıxdı. Baxdı belənçinə qurda, görür qara belə qurddur, yekəvari. Gedir ona, dedi, ilahi, qurdu niyə yaratmışsan? Bu nə hikməti var? İndi mərvaq üçün deyir ki, bu nə hikmət, bu nə boy burada gəzir, o gəlir tapdalir, bu gəlir tapdalir, gedir. Allah Teala'dan nida gəldi, Həzrət Cəbrail dedi ki, Allah Teala buyurur ki, ya Musa, sən bunu birinci dəfədir ki, məndən soruşursan ki, bu qurdu niyə yaratmışsan? Amma bu qurd indiyə qədər 40 dəfə məndən soruşub ki, Musanı niyə yaratmışsan? Yəni, hərə özü üçün əhəmiyyətlidir. Hər varlıq, eləcə də hər insan özü üçün. İnsanlarla ünsiyyətdə danışanda da başa düşmək. İnsanlarla danışanda, ünsiyyətdə də bilmək lazımdır. Hər adam özünə görə əhəmiyyətlidir. Hər adamın içində... Biraz danışmayın, biraz maraqlı olsun. Eyni temada olma. Yox, zarafatsız. Görsən maraqlı, hamısı görürseniz lal olur qulaqsı. Maraqlıdır da, adnarodun olmaz. Sonra hərdən bir bu qardaşımızı da hazırlamaq lazımdır ki, məhrəmli gəlir inşallah. Hərdən bir 5-8 dəqiqədə bir dənə mərsiyyəli yol verir. Sən də bir təzə mərsiyələ, təzə bir şey qurcuyan da. Biz də yavaş-yavaş. Armanda təzə ara. O ki, deyirlər, o sökənəcə bilməm, siz bilərsə, 7 Adəm olub, 7 xatəm də olub onda. Yox, xatəm, Peyğəmbər Rəsulallahdır məqsəd, Peyğəmbərdir. Yəni, o birisi ümmətlərlə əlaqədar bizdə heç bir məlumat yoxdur ki, nə iniblər, nə ilə məşğullar. Bir də sadəcə İnsan surəsinin 1-ci ayəsində, Dəhr surəsində deyirik, İnsan surəsinin 1-ci ayəsində Quran buyurur ki, Həl ətə aləl insani xinun minəd dəhri ləm yəkun şeyən məzkura. Həqiqətən insan üçün bəzi zamanlar olub ki, o zamandan sizin üçün danışılası bir şey yoxdur. Yəni, Allah Teala o şeyləri ancaq deyir ki, onun insana faydası var. O şeylər ki, faydasızdır, yəni aidiyyəti yox, yəni ki, o mənada ya, yəni aidiyyəti yox, özünə görə faydaları var. Yəni, mənə aidiyyəti yoxdur. O deyir, biri gedir, dərs oxuyur, 25 il. Əcdahanı öldürmək dərsini. 25 il gedir oxuyur, gəlir obasına, deyirlər, nə oxumuzdan, deyir, əcdahanı öldür. Deyirlər, burada əcdaha var. Bunun nə mənası var da, bura gəlirsə. Bura aid gələcək ola da. Burada əcdaha düzdür. Belə şeylər çox olur. Allah köməyin olsun. Bir dəfə deyirəm, yaxşı bəhs edəyərim. O köpə olur Darwin. Kim? Darwin. Necə? Evolyusiya da, danışığı evolyusiya.
Amma İslam nöqteyi nəzərdə, elmi nöqteyi nəzərdə. Yəni yer kürəsi hazır olub insanlar üçün. Darwin neydi? Darwin deyim, həmin o vəziyyətdə meymunlar başlayıblar hərəkət eləmək, yaxır 2 ayaq üstə. 2 ayaq üstə durur. Bu düzdür axı bu. Düzdür də mən deyirəm ki, Onun babası bəlkə İslam nöqteyi nəzərdən, yəni ki, anti-darwinizm, yəni ki, Yox, bunu alimlər elə özləri, yəni öz alimləri, bir dənə Darwin heç kim deməyib ki, onlar hamısı, yəni bu insanın ağlı ilə zidd gələn bir şeydir. İnsanın Quranda o prosta ola bilən təsəvvürü olsun. Quranda ayə var ki, o nəzəriyyə verir. Yox, nəzəriyyəsi demirəm onu. Orada bir yan da, gör nə deyirəm da, Allah, Quranlar gələn daşırlar. Orada deyir ki, biz ona həzin meymunlar olun dedik. Onlar da oldular. Hazda buyurur ki, onlar 3 gündən artıq yaşamırlar. 13 insan 13 dənə heyvana məsk olub. Buna məsk olmaq deyirlər. 13 dənə heyvana. 13 dənə heyvana tarif, yəni elədiyi günahlara görə Allah Taala çünki qiyamət günündə insanlar hədisdə var ki, o gələn dəfə cümə günü inşallah oxuyaram bu hədisi üçün. 10 dəstək məşhur olacaq, 10 cür heyvan şəklində məşhur olacaqlar. Hərə bir cür heyvan. Ona görə bəziləri deyiblər ki, Təkvir surəsində və izəl vuhuşuhu şirət, o zaman ki, vəhşilər diriləcəklər, məqsəd insandır bir nəzərə görə. Yəni, bəzi insanlar olub ki, elədiyi günahlara görə, Allah Taala onları heyvana məsx eləyib, yəni döndərib. Məsxində 3 halı var, yəni 3 şərti var, olub 3 şərt. Birinci şərt budur ki, məsx olan insanların ancaq başları məsx olub. Yəni, biri ayıya döndü, ancaq başı ayı başı olub. Ancaq başı. Biri meymuna döndü, ancaq baş hissəsi. Meymuna, bu birinci. İkincisi, onlar 3 gündən artıq yaşamayıblar, 3 gündən sonra ölüblər. Və üçüncüsü də onlarda doğma və doğuzdurma onlardan məhrum olub. Yəni, heç kimlənsə cinsi əlaqədə olarlar, o da meymuna hamilə qala, elə şey yoxdur. Yox, əvvəllər olur, keçmiş... Yox, nağıllarda da var. Keçmiş ümmət. Bu filmlərdə zatda da var. Bunlar var, düzdür. Mən buna cavab verirəm ki, yəni, bunları bir hesab sujet edin. Əlbəttə ki, o nəzəriyyədir, o nəzəriyyənin də... Bunları sumaşeçi, prosto sumaşeçi. Yox, bu hazır mən bu deyəni görmüşəm, bir plastinka var idi. Orada meymun necə gəlir, bu deyən kimi. Axırı gəlir. Təzdən sonra meymun olur. 2 ayaqlı olur beləsi deyənir. Beləsinə. Amma düzdür, Quran ayəsi ispat edir ki... Yox, onda bu biri meymunlar da dönsün olsun. Bəlkə də olub, bizdən qabaqki evolüsiyalarda ola bilər, olur. Biz. O elə bizə yəni Adəm yəni. Yaxşı, onu meymun nədən əmələ gəlir? Meymunu kim yaradır? Yox, meymunun qabağı kökdən qalxıb zərrədən əmələ gəlir. Yəni deməm, bizdən qabaq proseslər var ki, Allah bizi başa salmır, onu izah edəmir. Allah Taala insanın yaradılışını, təzədən gələ ana bətə düşməkdən gələ də orada xıla o gün oxuyor. Dedi ki, Adəm olub. Adəm olub, Adəmdən başqa da varlıqlar olur, cürbəcür yaşayışlar olub. Anti-darvinizm ən birincisi və üstün odur ki, anti-darvinizm odur ki, Ancaq из высшего существа есть переход к низшему. Из низшего к высшему нету. Darwin nə deyir? Aşağıdan yuxarı qalxır. Təbiətdə elə deyil. Yəni yuxarı səviyyədən hansı vысшее существо, o aşağı düşər. Это наказание, да? Yəni ki, naказание и просто наказание животных. Deyir, əvvəl bütün heyvanlar nəhəng, böyükdür. Düzdür, ilanın qənəti də olur. Bunlar hamısı da qazanırlar. İndi də var. Cəmiyyətində gəlib. İndi də var. Yəni ki, belə... Azı var da o söhbət ki, o şeytan məlum da daşı, o cənnətə girəndə belə bir rəvayət də var. İndi nasıl bilməm bir rəvayət də var. Yəni, bunlar hamısı olub, bunlar yuxarıdan aşağı gəlib də, düzdür sən. Ancaq belə olur.
Sen diyorsun ama bu nabrottur. O demir, Darwin. Bu dediği de anti de yani. Bizim məqsədi beyirsündür. Yəni ki, sübut odur ki, Azı, bütün sübutların əsası Quran ayəsidir. Estağfurullah onu. Darwin kimdir? Allah Teala necə yaradım insanı deyir, sonra tezdən necə yaradılışını, indi məsələn elm gəlib o səviyyəyə çatır ki, bağışda məni uzu ilə, muzu ilə hər şey bu isnəyir. Orada deyir də neçə gün matkasında qalır, neçə gün qarşında qalır, neçə gün hara gedir, haradan gəlir. Hamısı Allah Teala izah edir orada. Allah bizi Həzrət Peyğəmbər ərzdən yaradıb, məqsədi Allahın bizi behişdə aparıb qoymaqdır. Kim gedmir behişə, öz səhvinə görə gedmir. Amma məqsəd məqam insanların behişdə gedib axırda sakin olmağı üçün yaranır. Bayaq hazır Allah Teala bizi yaradır. Bizə bir növ astagfirullah şey üçün demək, bizim yaşayış tərzimizi Quranla bizə göndərir. Sonra orada da yazır ki, biz orada cəhənnəmə aparanda deyir, cəhənnəm gözətçiləri bizi olacaqsa, bu da yalvaracaq ki, bizi şey eləmir. Deyək, zamanında Peyğəmbərimiz var idi, sual verəcək ona. Deyək, var idi, biz belə elədik, bizim böyüklər bizi belə danışdı. Yəni, bütün proses var orada ki, sabah bunun apravdayız olmasın orada. Əngə verməsin ki, mən işinmədim, mən bilmədim, mən görmədim. Yoxdur. Sənin tamahın ancaq bunu tamah. Bu yol cənnətədir. Yoldan şeytan kimi fırladır. Yol cənnətədir. Mən yolladım, hər Peyğəmbər bütün sözlərə demir ki, hərəsi gəlib yeni bir söz. Allah'ın bu şeylərə. Yenilik. Ondan da Peyğəmbərin sayar. Peyğəmbər tarixi bilir. Tarixi bunlar əzbərləyirlər. Dolaşır, etib olar. Bunlar tarix əzbərləmək üçün deyil. Tarix dərs Başa düşmək lazımdır. Başa düşmək, dərk eləmək ayrı şeydir. Loğmanın yanına biri oğlunun gətirir ki, ay Loğman, oğlum dəlidir. Oğlum dəlidir, ağlını itirib. Deyir ki, bu dəqiqə oturdur, görür milçək uçur Loğman. Əlini atır, milçəyi tutur. Deyir ki, oğul, əlimdəki canlıdır ya cansızdır. Deyir ki, əlbəttə canlıdır, uçurdur da, uçurdur, görmürsən ya. Deyir ki, yaxşı, bəs nədir? Deyir ki, fil. Loğman deyir ki, sənin oğlun ağlı var, amma dərki yoxdur oğlun. Ağlı var bir gücə, amma dərk elə bilmir ki, axı fil bura girməz, canlı uçur. Yəni, bunlar belədirlər. İndi bizim o elm əhli ki, deyirlər, elm əhli, alim zat. Bunların ağlı var, oxuyurlar, beyinlərində qalır, şey deyirlər. Amma dərkləri yoxdur. Dərk, niyə yoxdur dərk? Ona görə ki, dərk qəlbdəndir. Qəlbdəndir. İmam Xümeyninin gözəl bir sözü var, Fatihə surəsinin təfsirində. Deyir ki, Allah Teala ancaq saf qəlb istəyir. Saf qəlb. Bir otaq ki, orada sizin zəhləniz getdiyi bir adam var. Hamı dostlarınızdır, zəhləniz getdiyi bir adam orada olsa, ora girmək istəmir. Qalan hamısı dostlar deyə, bircə nəfər zəhlön getdiyi adam oturub onların içində. Ora girmək istəmirsən. İndi gör ki, bir məclisi olar ki, orada hamısı sənin istəmədiyin, nifrət elədiyin, ora girərsən, yox. Allah Teala da o qəlb ki, Allah Teala'nın istəmədiyi varlıqlarla, xasiyyətlərlə doludur. Allah o qəlbə necə daxil olsun? Deyir, təsəvvür eləyin, soyuq dəymiş adam, burnu tutulur. Burnu tutulanda gözəl, qəşəng ətirləri, çiçəkləri iyləyə bilmir, iylərini duya bilmir. Eləcə də qəlb əgər bulaşıqdırsa, namazın, ibadətlərin ləzzət iyini necə dərk eləyə bilər? Burunun, insanın burununun iyləri yaxşı dərk eləməyi üçün sağlamlığı vacibdirsə, qəlbin də Allahın ibadətlərinin ləzzətini dərk eləmək üçün qəlbin sağlamlığı vacibdir. Ona görə Quran-ı Kərim buyurur ki, qiyamət günündə məhşər əhlinə, məhşərə, yəni qiyamət səhnəsinə hamı çox pis vəziyyətlərdə gələcəklər. Ancaq bir dəst bir adamdan başqa ki, olar ki, sağlam qəlblə. Hamısı pis gündə olacaq bir o adamlardan ki, başqa. Onlar sağlam qəlblə gəliblər ora.
Yəni qəlbinsə, bunlar qəlb, dərk qəlbdədir. Dərk zehində deyil. Dərk zehindədir. Zehin nədir? Zehin məlumatlardır. Məlumatlardır. Məlumatların olmağına iş qutarır. Quran-ı Kərimdə 29 surə hüruf-u müqəddə ilə başlayır. Yəni, müqəddə hərfləri ilə, hərflə başlayır. Kəlmə kimi yazılıb, amma onu hərf kimi oxumaq vacibdir. Əlif, lam, mim, hərf. Bu nə deməkdir? Müqəddə hərflərinin çoxlu bəhs, 50-yə yaxın nəzər var müqəddə hərfinin mənaları barəsində. Ən sadə nəzər bundan ibarətdir ki, ay cəmaat, yəni ərəblər üçün gəlib də, Quranı o vaxtı Peyğəmbər ərəbləri oxuyub. Bu ərəb hərfi ki var, Quran-ı Kərim ərəb dilindədir. Bu ərəb dili də bu hərflərdən ibarətdir ki, cəmi sayı 28-dir. Bunun hamısını da sanıyırsınız. Hamısı bunun hamısı sizin əlinizdə var. Əgər bu Quran-ı Kərimin Allah tərəfindən gəldiyini qəbul eləmirsinizsə, inkar eləyirsinizsə, hərflər əlinizdə, bir dənə də siz düzəldin bundan. Elə bir şey gəlməyib ki, orada desən ki, o var, o nəsə sirdir, onu bilmirik. O kolanın maddəsi kimi. Ki, o bir dənə sirdir ki, o nəsə atırlar ora, o kola əmələ. Belə şey deyil ki, bütün maddə hamısı oradadır. Bir adam qəşəng sənət əsəri düzəldib, rəssamdır. Qəşəng həmin kraskaları qoysun mənə yanmağa ki, bax, burada nə işlətmişəm, hamısı buradandır. Mən də o çəkə bilərəm. Çəkə bilmərəm ki. Yəni, söhbət bundan gedir ki, qəlbin, yəni, huruf müqəddənin özünün əlamətdə budur ki, yəni, ay insan, bu Allah tərəfindəndir. Bu əlimizdə nələrin ki, olmağı bu kifayət eləmir. Bunların da əlində məlumatlar var. Məlumat toplanıb. Adam var, nə qədər cild kitablar bilir. Əzbərdən nə qədər şey danışır. Ancaq çox sadə